Hər vaxtınız xeyir, Çapas televiziyasında məktəblər arasında keçirilən zirvə bilik yarışının növbəti buraxılışıdır. Artıq 4-1 final mərhələsinin sonuncu yarışına gəlib çatdıq. Bugün hansı komandalar yarışır? İndi biləcəyik. Təşkilatı dəstək, zirvə hazırlıq kursları. Təşkilatı dəstək, İmarat Təhsil Mərkəzi. Təşkilatı dəstək, Turan İnkişaf Mərkəzi. Beləliklə 4-1 finalın 4-cü yarışında Ağstafa, Samux və Daşkəsən məktəbləri yarışır. Amma onları daha yaxından tanıyaq. Beləliklə Ağstafa rayon Dağkəsəmən kənd 1 nömrəli orta məktəb. Alqışlayın. Ayralov Zahar, Ağstafa rayon Dağkəsəmən kənd 1 sayılı orta məktəbin 11-ci sinif sahibidir. Bildiyimə görə sən səfir olmaq istəyirsən, elə deyilmi? Hə. Hansı ölkədə dövlətimizi təmsil etmək istəyirsən? Böyük Britaniya. Böyük Britaniya. Niyə məhz həmin ölkə? Adətləri xoşuma gəlir. Bəs boş vaxtında nə işlə məşğulsan? Şahmat olur. Şahmat. Alqışlayaq Zauru və növbəti iştirakçımız İbrahimova Gültac. Alqışlayın. Gültac, bildiyimə görə iqtisadçı olmaq istəyirsən. Bəli. Yəni iqtisadiyyatın hansı sahələri daha çox sənə maraqlıdır? Biznes idarə edilməsi. Biznes idarə. Niyə əksər qızlar kimi həkim və müəllim olmaq istəmədin? Vaxtına var bəlkə fikrini dəyişəsən? Yox, xeyr. Alqışlayaq Gültacı, gələcək iqtisadçımızı və növbəti iştirakçımız Bayramov Fərid. Bayramov Fərid, Ağstafa rayon Dağkəsəmən kənd 1 nömrəli orta məktəbin 11-ci sinif şagirdidir. Həkim olmaq istəyirsən? Nə həkimi? Cərrah. Cərrah. Baxırsan yəqin ki, cərrahların fəaliyyətinə. Xoşuna gəlir, yoxsa hələ ki, öyrəşə bilmirsən? Gəlir. Bəlkə stomatoloq olasan? Yox. Alqışlayaq gələcək həkimimizi və Məmmədova Aynurə. Aynurə, hüquqşünas olmaq istəyirsən, elə deyilmi? Niyə bu sahəni seçirsən? Sadəcə istəyimdir. İstəyin odur. Bəlkə evdəkilərin təsiri var. Ola bilərmi elə bir şey? Boş vaxtında nə işlə məşğulsan? Kitab oxursan əksər qızlarımız kimi, elə deyilmi? Kitab da oxuyuram, başqa işlər də görürəm. Alqışlayaq. Və növbəti komandamız Daşkəsən şəhər 2 nömrəli orta məktəbdir. İştirakçılar özlərini təqdim eləsinlər, buyurun. Fətəliyev Zələ, Anar Müsaf adına 2 sayılı orta məktəbin 11-ci sinif şagirdiyəm. Gələcək planların nədir? Gələcək planlarım menecer olmaq. Menecer. Boş vaxtında da yəqin ki, musiqi qulaq asırsan, elə deyil mi? Ustad. Və növbəti iştirakçımız özünü təqdim eləsin, buyur. Əsgərova Aytaç, Daşkəsən şəhər Anar Müsaf adına orta məktəbin 11-ci sinif şagirdidir. Menecment olmaq istərdim gələcəkdə. Boş vaxtımda filmlərlə maraqlanırım. Hansı filmlər bəyənirsən? Elə hamısını, ən çox xarici filmlər. Xarici filmlər. Alqışlayaq. Və Nəsir. Nəsir, gələcək planları nə idi sənin? Həkim olmaq. Keçən dəfə də demişdim. Bəli, həkim. Fikrin dəyişmədi. Yox. Nə həkim olmaq istəyirsən sən? Əslən cərrah və yaxud terapevt. Hələ dəqiqləşdirə bilmirsən. Yox, hələ birinci adım qəbul olum, sonra onları dəqiqləşdirərik. Alqışlayaq Nəsiri və növbəti iştirakçı da özünü təqdim eləsin. Xıdrova Aytaç. Gələcəkdə nə olmaq istəyirsən? Tərcüməçi. Tərcüməçi, ingilis dilindən yəqin ki. Sən bizim gələcək səfirimizlə də bir əməkdaşlıq qura bilərsən. Alqışlayaq və Samux rayon Çobanavdalı kənd tam orta məktəbin şagirdləri özlərini təqdim eləsinlər. Buyur. Fərmanlı Zaur Həsən bəy Zardəbi adına tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Gələcəkdə hərbiçi olmaq istəyirəm. Hərbiçi? Nə yaxşı bu sənəti seçirsən? Sənə çətin gəlmir hərbiçi? Yox. Eşq olsun gələcək hərbiçimizə və növbəti iştirakçı, buyursun. Məmmədova Aytaç, Həsən bəy Zardəbi adına tam orta məktəbin 11-ci sinif şagirdiyəm. 3-cü qrup hazırlaşıram, tarix müəllimi olmaq istəyirəm. Tarix müəllimi. Sənə əksər qızlarımız kimi müəllimə olmaq istəyirsən. Bəlkə iqtisadçı olasan və yaxud da menecment? Müəllimə. Alqışlayaq. Və Quliyeva Aytaç. Elə deyilmi? Sən də tərcüməçi olmaq istəyirsən. Bəli. Fikrin dəyişmədi. Bəlkə jurnalist olasan? Yox, tərcüməçi. Tərcüməçi. Fikrində qətisən. Boş vaxtını nə işlə? Yəqin filmlərə, titrlarsız baxmağı xoşlayırsan, yəni ingilis dilində. Elə deyilmi? Boş vaxt çox olmur, yəni olanda hə baxırıq.
Alqışlayaq Aytacı. Növbəti iştirakçı özünü təqdim eləsin. Abdev Vasiyev, Samux rayon Çomdal Orta Məktəbinin 11-ci sinif şagirdiyəm. İqtisadçı olmaq istəyirəm. Niyə? Gəlirli sahə hesab edirəm. İdmanla məşğulsan, yəni boş vaxtında futbol oynayırsan? Xeyr. Bəs nə işlə məşğulsan sən boş vaxtında? Dostlarla gəzirsən yəni? İntellektual verilişlərə baxıram. İntellektual verilişlər, məsəl üçün zirvə bilik yarışı. Alqışlayaq. Hər üç komandanın iştirakçılarıyla tanış olduq və mən vaxt itirmədən 4-1 finalın qaydaları ilə sizi izah edirəm. 4-1 finalda qaydalar 8-1 finaldakından heç də fərqlənmir. 3 turumuz var. İlk turda mən sizə 18 sual səsləndirirəm. Belə ki, hər fəndən 2 sual səsləndirəcəm və suallar variantlıdır. Bir doğru cavab bir xal kimi qiymətləndirilir. İkinci turda hansı komanda ilk turda daha çox xal toplayarsa, o komanda ilə başlayırıq. Üçüncü turda isə mən sualı səsləndirirəm və hansı komanda düyməciyi basarsa, o komanda da cavab vermə hüququ əldə edəcək. Mən cavabı dərhal istəyəcəm. Beləliklə, mən ilk tura keçirəm. İlk turda ilk sualımız Azərbaycan dilindəndir. Diqqətli olun, sualımız belədir. Frazeoloji birləşməni göstərin. Başını tərpətmək, qara yaxmaq, arxayın olmaq, fikrini bildirmək. Frazeoloji birləşməni göstərin. Hər üç komanda belə fikirləşir ki, cavab qara yaxmaqdır. Hər üç komanda aktivinə bir xal əlavə edir. Cavab qara yaxmaq tamamilə doğrudur və növbəti suala keçirəm. Sual belədir. Cümlənin ortasında hansı nitq hissələri digərlərindən vergüllə ayrılır? Modal sözlər bağlayıcı, nida modal sözlər, qoşma isim, yoxsa bağlayıcı? Cümlənin ortasında hansı nitq hissələri digərlərindən vergüllə ayrılır? İki komanda belə fikirləşir ki, cavab nida və modal sözlərdir. Nəyə görə siz elə fikirləşirsiniz? Çünki Samux məktəbi belə düşünür ki, modal sözlər və bağlayıcı cavab belədir. İzah edə bilərsinizmi? Buyurun. Daşyasal məktəb, buyurun. Bizim fikrimizcə, ilk öncə biz elə fikirləşdik ki, modal söz bağlayıcıdır. Sonra fikrimizi dəyişdik. Modal sözlər cümlədə işləndə hər iki tərəfdən vergül olur. Amma bağlayıcıda yalnız bəzi bağlayıcılarda olur, o da bir tərəfdən, yəni hər iki tərəfdən. Bəzi bağlayıcılarda, elə deyilmi? Bəli, bəzilərdə, hamısını deyə bilmərik. Nidada biz fikrimizi sonra fikirləşdik ki, nidada da hər iki tərəfdən vergül olur. Cümlənin ortasında modal sözlər və bağlayıcı nitq hissələri digərlərindən vergüllə ayrılmır. Nida, modal sözlər. Cavab tamamilə doğrudur. Ağstafa və Daşyasal məktəbləri aktivinə bir xal əlavə edir və mən keçirəm növbəti fənnə. Bu fənn ədəbiyyatdır. Diqqətli olun, sual belədir. Bunlardan hansı Mikail Müşfiqin poemasıdır? Bir gün, duyğu yarpaqları, çoban, yenə o bağ olaydı. Bunlardan hansı Mikail Müşfiqin poemasıdır? Variantlarda göstərilənlərin hamısı Mikail Müşfiqindir. Amma mən sualım belə idi ki, hansı Mikail Müşfiqin poemasıdır? Cavab çoban. Məhz çoban Mikail Müşfiqin poemasıdır. Çox təəssüf, heç bir komanda bu sualımıza doğru cavab verə bilmədi. Hər halda bütün iştirakçılarımızı alqışlayaq. Ədəbiyyatın ikinci sualına keçirəm, görə iştirakçılarımız buna necə cavab verəcək? Diqqətli olun, sual belədir. Bu şairlərdən hansı İmadəddin Nəsiminin ana dilində yazan sənəflərindən hesab oluna bilər? Qul Əli, Marağalı Övhədi, Arif Ərdəbili, Şah İsmail Xətai. Bu şairlərdən hansı İmadəddin Nəsiminin ana dilində yazan sənəflərindən hesab oluna bilər? Bu şairlərdən hansı Nəsiminin ana dilində yazan sənəflərindən hesab oluna bilər? Ağstafa və Samux məktəbləri belə fikirləşir ki, cavab Şah İsmail Xətaidir. Amma Daşyasal məktəbi belə düşünür ki, cavab Marağalı Övhədi, elə deyilmi? Cavab Qul Əlidir. Qul Əli. Çox təəssüf, heç bir komanda bu sualımıza da doğru cavab verə bilmədi. Hər üç komandanı alqışlayaq. Həvəsdən düşməsinlər. Və növbəti fənnə keçirəm. Bu fənn biologiyadır.
Diqqətli olun, biologiyadan olan sualımız belədir. Bitkini ətraf mühitlə əlaqələndirən toxuma hansıdır? Ötürücü, örtücü, törədici, əsas. Bitkini ətraf mühitlə əlaqələndirən toxuma hansıdır? Hər üç komanda belə fikirləşir ki, cavab örtücüdür. Bu ötürücü ola bilməzdimi? Ağstafa məktəbi bu haqda nə fikirləşir? Cavab verə bilərsinizmi? Yəni izah edə bilərsiniz sualımıza? Buyurun. Hər bir bitkinin istənilən orqanın üzəri örtücü toxuma ilə örtülübdür. Onun da məsəl üçün gövdəsində nazikləşmiş hissələr olur. Bunlar da o mərciməklər adlanır. Bunun vasitəsilə o ətraf mühitlə hava mübadiləsi, yəni ki, ətraf mühitlə əlaqə saxlayır da. Əlaqələnir. Digər iştirakçıların əlavəsi var. Cavab örtücü. Tamamilə doğrudur. Hər üç komanda aktivinə bir xal əlavə edir. Biologiyanın ikinci sualına keçirəm. Hər üç komanda diqqətli olsun. Sual belədir. DNT molekuluna hansı monosaxarit daxildir? Tetraza, glukoza, trioza, dezoksiriboza. DNT molekuluna hansı monosaxarit daxildir? Samux rayon Çobanavdalı kənd tam orta məktəb fikirləşir ki, cavab glukozadır. Ağstafa və ya Daşkəsən məktəbləri izah edə bilərmi? Ümumiyyətlə, glukoza nədir? Daşkəsən məktəb, buyur. Glukoza C6H6O6 tərkibli monosaxaritdir və əslində nişastanın və digər selüzon tərkibi daxildir. Amma cavab deglukozadır, glukoza deyil. Ona görə də biz onu seçdik. Ağstafa məktəbinin əlavəsi var. Cavab dezoksiriboza tamamilə doğrudur. Ağstafa və Daşkəsən məktəbləri yenə də aktivinə bir xal əlavə etdilər və mən keçirəm növbəti fənnə. Bu fən informatikadır. Sual belədir. Hansı antivirus proqramıdır? Excel, Photoshop, Kaspersky, Nero. Hansı antivirus proqramıdır? Hər üç komanda belə fikirləşir ki, cavab Kaspersky'dir. Kaspersky tamamilə doğrudur. Hər üç komanda informatikadan olan sualımıza doğru cavab verdi və görə ikinci sualımıza necə cavab verəcəklər. Diqqətli olun. Hansı ölkələrin transatlantik telefon kabeli ilə ARPANET şəbəkəsinə qoşulması ilə ARPANET beynəlxalq şəbəkəyə çevrildi? Böyük Britaniya və Norveç, Yaponiya və İran, Fransa və Rumıniya, Almaniya və Kanada. Hansı ölkələrin transatlantik telefon kabeli ilə ARPANET şəbəkəsinə qoşulması ilə ARPANET beynəlxalq şəbəkəyə çevrildi? Samux və Daşkəsən məktəbləri belə fikirləşir ki, cavab Böyük Britaniya və Norveçdir. Təsadüfən bildiniz bunu, yoxsa izahınız var? Atlantik sahili olmayan ölkələr çıxdı. Yaponiya, Yaponiya, İran. Məntiqi olaraq siz bunu belə yazdınız. Böyük Britaniya və Norveç. Cavab tamamilə doğrudur. Böyük Britaniya və Norveç. Daşkəsən və Samux məktəbləri aktivinə bir xal əlavə etdilər. Və növbəti fənnə keçirəm. Bu fənn tarixdir. Diqqətli olun, tarixdən olan sualımız. Məhəmməd Peyğəmbər nə vaxt Məkkədən Mədinəyə hicrət etdi? 622-ci il sentyabrın 20-sində, 610-cu il oktyabrın 9-unda, 630-cu il sentyabrın 20-sində, 570-ci il avqustun 25-də. Məhəmməd Peyğəmbər nə vaxt Məkkədən Mədinəyə hicrət etdi? Daşkəsən məktəbi cavab verəndə bir qədər tərəddüd elədi. Nəyə görə? Çünki tam xatırlamırdıq. Amma daha çox xatırı təxmini deyirdik ki, yəni bu 622-ci olmalı, 22-ci il olmalı bizim fikrimizdə. Ona görə də həmin variantı seçdik. Artıq digərləri onu seçəndə əmin oldunuz ki, 622 elə deyilmi? Yox, biz onlara baxmadıq. Sadəcə özümüz öz aramızda müzakirə elədik və fikrimiz. 622-ci il tamamilə doğrudur. Hər üç komanda aktivinə bir xal əlavə edir
Və növbəti sual yenə tarixdəndir. Sual isə belədir. 1653-1662-ci illərdə Rusiya ilə Səfəvilər arasında hərbi münaqişəyə nə səbəb oldu? Don Kazaklarının Xəzər sahili ərazilərə basqını, Səfəvi qoşunlarının Dərbənddən şimala doğru hərəkəti, Rusların Şimali Qafqazda qalalar tikməsi, yoxsa Rus tacirlərinin Şirvanda qarət olunması? 1653-1662-ci illərdə Rusiya ilə Səfəvilər arasında hərbi münaqişəyə nə səbəb oldu? Hər üç komanda belə fikirləşir ki, həmin münaqişəyə səbəb Rusların Şimali Qafqazda qalalar tikməsi oldu. Elə deyilmi? Əminsiniz. Cavab tamamilə doğrudur. Hər üç komandanı təbrik edirəm. Aktivlərinə bir xal əlavə edirlər. Və görək, coğrafiyadan olan suala iştirakçılar necə cavab verəcək. Sual isə belədir. Azərbaycanın sərhəd keçid məntəqələri hansı inzibati rayonlarda yerləşir? Astara, Beyləqan, Ağstafa, Astara, Biləsuvar, Qazax, Lənkəran, Astara, Samux, İmişli, Cəllabad, Balakən. Azərbaycanın sərhəd keçid məntəqələri hansı inzibati rayonlarda yerləşir? Ağstafada sərhəd keçid məntəqəsi yoxdur. Dəqiq. Yoxdur. Bəs Samuxda da yoxdur, eləmi? Samuxda yoxdur. Yəni, hər üç komanda belə fikirləşir ki, cavab Astara, Biləsuvar və Qazax. Cavab tamamilə doğrudur. Astara, Biləsuvar və Qazaxda sərhəd keçid məntəqələri mövcuddur və növbəti sual yenə coğrafiyadır. Sual belədir. Naxçıvan ərazisində hansı landşafta rast gəlinmir? Yarımsəhra dağ bozqırları, kserofit kolluqlar, yoxsa dağ meşələri? Naxçıvan ərazisində hansı landşafta rast gəlinmir? Hər üç komanda belə fikirləşir ki, cavab dağ meşələridir. Yarım səhra ola bilməzdimi cavab? Necə? Yox, cavab deyirəm, yəni yarım səhra ola bilməzdimi? Dağ meşələridir. Əminsiz? Dağ meşələr əsasən mülayim isti iqlimdə yayılır və Naxçıvanda mülayim isti iqlim müşahidə olunmur. Ona görə də orada dağ meşələrinə rast gəlinmir. Ətraflı izah bu idi. Cavab tamamilə doğrudur. Dağ meşələri və fizika fənninə keçirəm uşaqlar. Diqqətli olun. Hansı fiziki kəmiyyətdir? Cisim, maddə, sürət, trayektoriya. Hansı fiziki kəmiyyətdir? Uşaqlar, cavab bəlkə trayektoriyadır. Samux məktəbi nəsə izah eləmək istəyir bu barədə. Digərləri nədir onda bəs? Əgər sürət kəmiyyətdirsə, fiziki kəmiyyətdirsə. Digər məktəblərin izahı var buna? Yox, mən izah edirəm. Samux məktəbi. Nəsə əlavəniz var deyəsən. Amma israrlısınız ki, cavab sürətdir. Cavab sürət, tamamilə doğrudur. Hər üç komanda aktivinə bir xal əlavə edir. Etiraf edim ki, suallar bir qədər asandır. Və fizikanın ikinci sualına keçirəm. Sual belədir. Maqnit nüfuzluğunun vahidi hansıdır? Tesla, volt, amper, vahidsiz kəmiyyətdir. Maqnit nüfuzluğunun vahidi hansıdır? Ağstafa və Daşkəsən məktəbləri fikirləşir ki, cavab vahidsiz kəmiyyətdir. Bəs o birisiləri nədir? İzah edə bilərsinizmi? Ağstafa məktəbi. Buyurun. Tesla maqnit induksiyasının vahididir, volt gərginliyin vahididir, amperdə cəryan şiddətinin. Maqnit induksiyası vahidi Tesladır, elə deyilmi? İnduksiyanın vahidi Tesla. Samux məktəbi. Siz isə Tesla cavab vermişdiniz. Vahidsiz kəmiyyətdir, cavab tamamilə doğrudur. Ağstafa və Daşkəsən məktəbləri aktivlərinə bir xal əlavə edirlər.
Növbəti fəndən keçirəm, bu fən kimyadır. Sual isə belədir. Hansı sıradakı metallara təbiətdə oksidlər şəklində rast gəlinir? Dəmir, natrium, barium, dəmir, qalay, xrom, gümüş, platin, qızıl, kalsium, magnezium, barium. Hansı sıradakı metallara təbiətdə oksidlər şəklində rast gəlinir? Ağstafa məktəbi ilə fikirləşir ki, cavab dəmir, qalay, xromdur. Elə deyilmi? Niyə elə fikirləşirsiniz? Buyurun. Birinci variantda natrium var. Bunun da o aktiv metaldır. Oksidi sərbəst halda təbiətdə ola bilməz. O birisi variantda argentin, platin, aurum. Bunlar da sərbəst şəkildə rast gəlinir. O birisində də kalsium var. Bu da qələvi torpaq metaldır. Yenə oksidi də fəaldır özü kimi. Ona görə o da sərbəst ola bilməz. Bizcə bu ferium, stronsium, bir də xrom. Dəmir, qalay, xrom. Elə deyilmi? Cavab tamamilə doğrudur. Ağstafa rayon Dağkəsəmən kənd 1 nömrəli orta məktəb aktivinə bir xal əlavə etdi yalnızca və mən keçirəm kimyanın ikinci sualına. Diqqətli olun, sual belədir. Daha sadə maddələrdən mürəkkəb maddələrin alınması necə adlanır? Sintez, analiz, kataliz, piroliz. Daha sadə maddələrdən mürəkkəb maddələrin alınması necə adlanır? Samux məktəbi fikirləşir ki, cavab analizdir. Digər məktəblər izah edə bilərmi ümumiyyətlə analiz nədir? Daşkəsən məktəbi, buyursun. Analiz hər hansı bir nəysə baxmaqdayım biz onu analiz edirik ki, yəni bunun tərkibi nədir belə. Amma sintez də yaratmaqdır. Sintez sözünün mənası yaratmaqdır ona görə. Cavab sintez. Elə deyilmi? Ağstafa məktəbi elə fikirləşir və cavab tamamilə doğrudur. Sintez. Və sonuncu fəndən keçirəm. İlk turda bu fən riyaziyyatdır. Riyaziyyatın ilk sualı belədir. Turistlər çayda qayıqla 6 kilometr yol getmiş və qayıtmışlar. Çayın axın sürəti 1 km/saat və bütün yola sərf olmuş vaxt 4 saat 30 dəqiqə olarsa, qayığın sürətini tapın. 1 km/saat, 2 km/saat, 3 km/saat, 4 km/saat. Turistlər çayda qayıqla 6 kilometr yol getmiş və qayıtmışlar. Çayın axın sürəti 1 km/saat və bütün yola sərf olmuş vaxt 4 saat 30 dəqiqə olarsa, qayığın sürətini tapın. Hər üç komanda hesapladı və cavab 3 alındı. Samux məktəbi izah edə bilərmi? Bunu necə hesapladılar? Hər halda təsadüfən seçdiniz, mən belə başa düşdüm. Bəs necə hesabladınız bunu? Təsadüfən mən belə başa düşdüm, siz hesabladınız. Digər məktəblərin buna cavabı varmı? Necə hesabladınız uşaqlar? Daşkəsən məktəbi, buyurun. Çayda qayıq hərəkət eləyəndə çayın sürətini çay istiqamətə gedəndə toplayırıq, əksi gedəndə çıxırıq. Ona görə burada deyir ki, 6 kilometr getmiş və qayıtmış. Deməli 6 kilometr gedirsə 6 kilometrdə qayıtmalıdır. Ona görə 6 kilometri bölürəm V+1-ə, üstəgələk 6 bölək gəlin V-1 bərabər 4,5. Oradan da hesablayıram, çıxır 3. Digər məktəblərin əlavəsi yoxdur. Cavab tamamilə doğrudur. 3. Hər üç komanda aktivinə bir xal əlavə edir və mən keçirəm İlk turun sonuncu sualına. Bu sual yenə riyaziyyatdandır. Diqqətli olun, sual belədir. Atanın 27 yaşı olanda oğlunun 3 yaşı var idi. Neçə ildən sonra atanın yaşı oğlunun yaşının 4 mislinə bərabər olar? 5, 6, 7, 8. Atanın 27 yaşı olanda oğlunun 3 yaşı var idi. Neçə ildən sonra atanın yaşı oğlunun yaşının 4 mislinə bərabər olar? Hər üç komanda fikirləşir ki, cavab 5-dir. Samux məktəbi nə fikirləşir? Ümumiyyətlə, necə hesabladınız bunu? Deməli, atanın yaşı 27-dirsə və oğlunun yaşı 3-dürsə, biz burada tənasüb qurmaq üsulundan həll edə bilərik. Tənlik qurmaq üsulundan yəni. Və yaza bilərik ki, 27 plus x bərabərdir 3 plus x və bizdən soruşur ki, neçə ildən sonra atanın yaşı oğlunun yaşından 4 mislinə bərabər olar. Ona görə oğlunun yaşını 4-ə vurmalıyıq, yəni 4 vuraq 3 plus x və tənliyi həll etsək, x-i tapırıq, orada 5 alınır.
Cavab 5 tamamilə doğrudur. Hər üç komanda ilk turun sonuncu sualına doğru cavab verərək aktivinə bir xal əlavə etdi və beləliklə ilk turun nəticəsi məlumdur. Nəticələr belədir. Ağstafa rayon Dağkəsəmən kənd 1 nömrəli orta məktəb 15 xal. Daşkəsən şəhər 2 nömrəli orta məktəb 15 xal. Samux rayon Çobanavdağlı kənd tam orta məktəb isə 11 xal. Həvəsdən düşməsinlər Samuxlular, çünki bizim hələ 2 turumuz da var. Və beləliklə sıralamadan göründüyü kimi bizim ilk turdan sonra olan liderimiz hələ ki məlum deyil. Daha doğrusu 2 liderimiz var belə götürsək. Və mən Ağstafa və Daşkəsən məktəblərinə ümumi sual verəcəm, çünki biz lideri müəyyənləşdirməliyik. Ümumi sualımız Azərbaycan dilindən olacaq. Diqqətli olun, sualımız belədir. Neçə qanlı bayraq təslim olub qalib yurdun vətənin bayrağına nümunəsində hansı üzv əlavəli işlənib? Neçə qanlı bayraq təslim olub qalib yurdun vətənin bayrağını ilk olaraq düyməciyi Ağstafa məktəbi basır. Buyurun. Burada qalib yurdun vətənin bayrağına tamamlıq əlavəli təsvir olunub. Hansı üzv əlavəli işlənib? Üçüncü növ təyini söz birləşməsinin asıl tərəfi. Cümlə üzvü kimi tamamlıq. Vətənin bayrağının, qalib yurdun bayrağı üçüncü növ təyini söz birləşməsi olduğuna görə tamam. Cümlə üzvü kimi tamamlıq. Neçə qanlı bayraq təslim olub qalib yurdun vətənin bayrağının nümunəsində hansı üzv əlavəli işlənib? Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi. Cavab tamamilə doğrudur. Daşkəsən məktəbi də o fikirdə idi, amma təəssüf ki, onlar sizdən daha tez basmışlar düyməciyi və beləliklə biz ikinci tura Ağstafa məktəbi ilə başlayırıq. İkinci olaraq Daşkəsən məktəbi seçim hüququ əldə edəcək və üçüncü olaraq Samux məktəbi ilə ikinci turu davam etdirəcəyik. Beləliklə Ağstafa məktəbinin seçimi nə olacaq? Buyurun. Coğrafiya. Coğrafiya. Diqqətli olun, coğrafiyadan olan sual belədir. 70 dərəcəlik meridian üzrə Cənubi Amerikanın şimal ucqar nöqtəsi 12 dərəcə şimal enliyi, cənub ucqar nöqtəsi isə 54 dərəcə cənub enli dairəsində yerləşir. Ucqar nöqtələr arasındakı məsafəni təyin edin. Cavab 7326 kilometr. 7326. Digər məktəblərin cavabı var. Məsələn, seçim hüququ. Əgər səhv cavab olduğu təqdirdə sizə keçir, amma hər halda cavabınız varsa buyurun. 4662 metr. 4662. Samux məktəbi. 70 dərəcəli meridian üzrə Cənubi Amerikanın şimal ucqar nöqtəsi 12 dərəcə şimal enliyi, cənub ucqar nöqtəsi isə 54 dərəcə cənub enliyi dairəsində yerləşir. Ucqar nöqtələr arasındakı məsafə 7332,6 kilometrdir. Cavab belə idi, çox təəssüf. Heç bir komanda sualımıza doğru cavab verə bilmədi. Və növbəti seçim hüququ Daşkəsən məktəbindədir. Buyurun. Coğrafiyadan başqa digərlərini seçə bilərsiniz. Biologiya. Biologiya. Diqqətli olun, sual belədir. Langustlar hansı sinifə daxildir? Langustlar hansı sinifə daxildir? Buğmaqlar tipinin xərçəklər sifinə. Samux məktəbinin cavabı varmı? Ağstafa məktəbi. Langustlar hansı sinifə daxildir bilmirsiniz? Razıyıq həmin cavab. Razısınız. Xərçənglər tipinə deyəndə xərçəng kimilər? Cavab tamamilə doğrudur. Alqışlayaq. Və növbəti seçim hüququ Samux məktəbindir. Buyurun. Azərbaycan dili fənnini seçirik. Azərbaycan dilindən olan sual belədir. Sən ellər toysan, ellər bayramı cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub? İkinci növ xəbərli şəkilçisi ixtisar olunub da. İkinci növ xəbərli şəkilçisi, şəxs şəkilçisi və yaxud da. Şəxs şəkilçisi. İkisi də gedir, xəbərlik də gedir, şəxs də. Razısınız? Daşkəsən məktəbi. Siz də razısınız, elə deyilmi? Şəxs şəkilçisi cavab tamamilə doğrudur. Və növbəti seçim hüququ yenə də Ağstafa məktəbinədir. Buyurun. Kimya. Kimya. Hər üç komanda diqqətli olsun. Kimyadan olan sual.
Benzolun 16 hidrogen atomu olan homoloqunun tərkibində neçə karbon atomu var? Benzolun 16 hidrogen atomu olan homoloqunun tərkibində neçə karbon atomu var? Düzdür. Siz 8 fikirləşirsiniz. Benzolun 16 hidrogen atomu olan homoloqunun tərkibində 12 karbon atomu var. Cavab belə idi. 11 yox 12. Alqışlayaq hər üç komandanı hər halda yenə də. Və növbəti seçim hüququ bu artıq sizin ikinci seçim hüququnuzdur. Daşkəsən məktəbinədir. Buyurun. Riyaziyyat fənni. Siz riyaziyyat fənnini seçirsiniz. Bəhram maaşının 1/4-ni ev kirayəsində, qalan pulunun yarısını əlavə xərclərə ayırır. Bundan sonra Bəhrama 90 manat qalır. Bəhram ev kirayəsinə neçə manat pul verir? Bəhram maaşının 1/4-ni ev kirayəsində, qalan pulunun yarısını əlavə xərclərə ayırır. Bundan sonra Bəhrama 90 manat qalır. Bəhram ev kirayəsinə neçə manat pul verir? Cavab 36. 36. Sizin fikrinizcə o kirayəyə 36 manat ödəyir, elə deyilmi? Samux məktəbinin cavabı var. Və Saxstafa məktəbinin. 90 qrup, 3 dəfə. Bizdə var gecikdi. Yox, cavab verə bilərsiniz, buyurun. 200 qrup. Var hə bizim. Bu yox yalnız bizdən soruşur. 4-də birini soruşur. 240-da 4-də bölündə 60. Digər məktəblərin cavabı varsa buyursunlar. Buyurun. Hədə ev kirayəsini bizdə 60 manat verir. 60 manat. Aha. Və Saxstafa məktəbinə fikirləşir. 60. 60. Bəhram ev kirayəsinə 60 manat pul verir. Cavab tamamilə doğrudur. Samux məktəbi aktivinə bir xal əlavə edir. Təbii ki, bu qiymətə kirayə olmasa da, yəqin o bir neçə nəfərlə qalıb və ona düşən pay 60 manatdır. Və növbəti seçim hüququ elə Samux məktəbinindir. Buyurun. Ədəbiyyat seçirik. Tarix seçirik. Biz ədəbiyyat fənnini seçirik. Siz ədəbiyyat fənnini seçirsiniz. Sual isə belədir. Qoca Muğan fikrə getmiş bir loğman kimi sinəsinə nəqş eləyir bu ülviyyəti. Səhra duyur bir insan kimi saf gecənin qəlbindəki bu şeiriyyəti. Verilmiş nümunədə hansı bədii təsvir vasitələri işlənib? Vasitələri, aha. Qoca Muğan. Bir dəqiqə unudacağım sonra. Qoca Muğan fikrə getmiş bir loğman kimi təşkil edir. Bu ülviyyəti. Metafora. Gecənin qəlbindəki bu şeiriyyəti. O da şeydə. Yox, gecənin qəlbindəki. O epitetdir. Epitet də yazmışam. Bir dəqiqə. Qoca Muğan fikrə getmiş bir loğman kimi təşkil edir. Bu ülviyyəti. Nəqşəylər. Metafora. Bir neçə ola bilər də, yəni. Deməli, epitet, təşbeh və metafora işlənir. Epitet, təşbeh və metafora. Saxstafa məktəbi. Cavabınız var? Cavabınız var uşaqlar? Metonimiya, təşbeh, epitet. Metonima. Yox, biz metafora demişik. Bəs Daşkəsən məktəbi. Bizdə yalnız epitetlə təşbehdir. Epitetlə təşbeh. Epitet, təşbeh, metafora cavab tamamilə doğrudur. Samux məktəbi ədəbiyyat fənnini seçdi və özləri də bu suala doğru cavab verdilər. Və növbəti seçim hüququ. Saxstafa məktəbindədir. Buyurun. Fizikadan olan sual belədir. 20 kiloqram cismin impulsunun modulu 200 kiloqram metr saniyədir. Cisim hansı sürətlə hərəkət edir? 20 kiloqram cismin impulsunun modulu 200 kiloqram metr saniyədir. Cisim hansı sürətlə hərəkət edir? 10 metr bölünsün saniyə. 10 metr bölünsün saniyə. Daşkəsən məktəbi. Samux? 10 metr saniyə cavab tamamilə doğrudur. Saxstafa məktəbi bu sualımıza doğru cavab verdi.
Və növbəti seçim hüququ Daşkəsən məktəbindədir. Buyurun. Tarix. Tarix. Bəli. Diqqətli olun, tarixdən olan sualımız. Hansı ölkənin şirkətləri 1903-cü ilədək Bakının neft müəssisələrinə 60 milyon manat kapital qoymuşdu? Hansı ölkənin şirkətləri 1903-cü ilədək Bakının neft müəssisələrinə 60 milyon manat kapital qoymuşdu? İngilis dedim, İngilis deyil. Cavabımız İngiltərə, Böyük Britaniya. Böyük Britaniya? İngiltərə. Digər məktəblər nə fikirləşir? Samux. Bizcə bu Standard Oil şirkətinin kapitalı idi, o da ABŞ aiddir. Amerika Birləşmiş Ştatları. Siz? Biz bizə dəqiqə. İsveç. İsveç. Siz yəqin Nobel qardaşları nəzərdə tutdunuz. Böyük Britaniya Daşkəsən məktəbi aktivinə bir xal əlavə edir. Məhz bu ölkə 1903-cü ilədək Bakı neft müəssisələrinə 60 milyon manat kapital qoymuşdu. Cavab doğru idi. Bir fənnimiz qalır, o da informatika. Həmin informatikadan olan sualı isə mən Samux məktəbinə ünvanlayıram. Sual belədir. Öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompüterlər necə adlanır? Öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompüterlər necə adlanır? Bizim fikrimizcə şəbəkələşdirilmiş kompüterlər adlanır. Şəbəkələşdirilmiş kompüterlər. Sizin cavabınız var? Buyurun. Kompüter şəbəkəsi. Bəs siz? Daşkəsən məktəbi. Bizim fikrimizdə kompüter şəbəkəsi. Cavab kompüter şəbəkəsi. Ağstafa məktəbi daha ətraflı cavab verdi. Kompüter şəbəkəsi və mən onların cavabını qəbul edirəm. Və 2 turdan sonra olan nəticələr məlumdur. Nəticələr belədir. Ağstafa rayon Dağkəsəmən kənd 1 nömrəli orta məktəb 17 xal. Daşkəsən şəhər 2 nömrəli orta məktəb 17 xal. Və Samux rayon Çobanavdanlı kənd tam orta məktəb. Onlar bu turda aktiv idilər. Amma 14 xal topladılar. Beləliklə yenə də 2 liderimiz var. Ağstafa və Daşkəsən. Amma buna baxmayaraq biz 3-cü tura başlayırıq. Beləliklə 3-cü tura start veririk. Mən sualı səsləndirirəm və hansı komanda düyməciyi basarsa o komandada cavab vermə hüququ əldə edir. Bu qaydalar sizə tanışdır artıq. 3-cü turun ilk sualı Azərbaycan dilindəndir. Uşaqlar, diqqətli olun. Yaşatmaq çətindir, unutmaq asan. Tabeli mürəkkəb cümlənin tərəfləri arasında. İlk olaraq düyməci Daşkəsən. Buyurun, cavab. Burada intonasiya ilə bağlanmışdır. Samux məktəbinin cavabı var. Cavab, uşaqlar, cavabınız var? Burada qarşılaşdırma tabeli budaq cümləsidir. Sizin cavabınız var, uşaqlar? Qarşılıq güzəşt. Qarşılıq güzəşt. Siz isə qarşılaşdırma dediniz. Mən elə eşitdim. Elə demiş. Yaşatmaq çətindir, unutmaq asan tabeli mürəkkəb cümlənin tərəfləri arasında hansı məna əlaqəsi var? Qarşılaşdırma. Samux məktəbi aktivinə bir xal əlavə edir. Və növbəti fənə keçirəm. Bu fən ədəbiyyatdır. Sual isə belədir. Cəfər Cabbarlı hansı əsəri ilə öz mənəvi böhranını tamamlayır? Samux məktəbi, buyurun. Cavab. Odlar gəlini. Od gəlini. Bağışlayın. Digər məktəblərin cavabı varsa düyməciyi basa bilərlər. Başqa fikrim var mı? Yox, fikrim var. Burada deyir. Cavabınız var uşaqlar? Hədə od gəlini. Deyirsən heç deyil. Yox, deyil. Həftə. Cavabınız yox. Yox. Sizdə də yoxdur mənə başa. Od gəlini. Nə istədim? Od gəlini. Cavab tamamilə doğrudur. Və biologiya fənninə keçirəm. Sual isə belədir. Nüvənin bölünməsi zamanı xromatindən nə əmələ gəlir? Ağstafa məktəbi, buyurun. Cavab. Cavab, uşaqlar. Uşaqlar, fikirləşirsiniz siz. Daşkəsən məktəbi. Yeni xromosomlar əmələ gəlir. Xromosomlar, siz. Biz də elədik. Xromosomlar. Ağstafa məktəbi düyməciyi bastı, amma cavabı olmadı. İkinci olaraq düyməciyi də Daşkəsən məktəbi bastı və xromosomlar cavab verdi. Yanılmadı, cavab tamamilə doğrudur. Xromosomlar.
Diqqətli olun, informatika fənninə keçirəm. Mətnin saxlanması üçün yaddaşda 1536 bit tələb olunur. Samux məktəbi düyməciyi bastı və cavabınız Hesaplamalıyıq axı. çox təəssüf. Siz düyməciyi bastınız, amma digərləri basmadığı üçün mən sualı tam səsləndirirəm. Mətnin saxlanması üçün yaddaşda 1536 bit tələb olunur. Mətn neçə simvoldan ibarətdir? Hesablayın. Daşyasənd məktəbinin cavabı var. Buyurun. 192. Necə hesabladınız bunu? 192 alındı. Nə bilim dedilər. Keçən verilişdə də sən nə bilim dedin, amma hesabladın. Ola bilər. Ağstafa məktəbinin cavabı var. Hesablayırsınız, hesablayın. Cavabınız hazırdır. Ağstafa məktəbi, buyurun. 48. 48. Samux məktəbi. Siz ilk olaraq düyməciyi bastınız, amma deyəsən izah da eləmək istəyirsiniz. Cavab 192 ilə razılaşırsınız, elə deyilmi? Buyurun. Bir simvol 8 bitdən ibarətdir. 1536 simvolda 8-ə bölməklə 192 alırıq. 192 bitdən, 192 simvoldan ibarətdir. Doğru izah idi. Amma cavab isə Daşyasənd məktəbi verdi və onlar aktivinə bir xay əlavə edir. Çox təəssüf. Siz biraz tələsdiniz. Növbəti fəndən keçirəm. Bu fən tarixdir. Sual isə belədir. Ola bilsin ki, o yaxşı kommunistdir, ancaq müsəlmandır. Onun qəlbində müsavat ruhu vardır. Kommunist Vissarion Lominadze bu sözlərə Daşyasənd məktəbi, buyurun. Nərman Nərmanov. Müsavat. Şimdi onlar. Siz fikirləşirsiniz ki, o Nərman Nərmanov nəzərdə tutur. Samux məktəbi, buyurun. Bir dəqiqə. Biz də o elə ümumi Azərbaycanlıları nəzərdə tuturdu. Mən axı ümumi Azərbaycanlılar cavab belə qəbul olunur. Və Ağstafa məktəbi. Sualı oxura qədər. Hə, siz düyməciyi basmayıbsınız və mən sualı tam səsləndirirəm. Ola bilsin ki, o yaxşı kommunistdir, ancaq müsəlmandır. Onun qəlbində müsavat ruhu vardır. Kommunist Vissarion Lominadze bu sözlərlə kimi nəzərdə tuturdu? Mirzəfər Bağırov. Mirzəfər Bağırov. Siz isə Nərman Nərmanov dediniz. Cavabınız doğrudur. Nərman Nərmanov. Daşyasənd məktəbi tarixdən olan sualımıza doğru cavab verdi. Və növbəti fənnə keçirəm. Bu fən coğrafiyadır. Sual isə belədir. Uzun sual olduğu üçün məsləhət görürəm. Axıra kimi qulaq asasınız. Landşaf zonallığının pozulmasına nə deyilir? Ağstafa məktəbi, buyurun. Cavab. İntrazonallıq. İntrazonallıq. Daşyasənd məktəbi. Bizdə də. İntrazonallıq. Bəli. Siz. Sizin cavabınız var? Bizdə də İntrazonallıq. Bəlkə azonallıqdır. Cavab belə idi. Azonallıq. Çox təəssüf, heç bir komanda sualımıza doğru cavab verə bilmədi. Baxmayaraq ki, hər üçünüz də düyməciyi basmışdınız. Və mən keçirəm fizikaya. Diqqətli olun, fizikadan olan sual. İki nöqtəvi yük arasındakı məsafəni 20 sm azaltdıqda Kulon qüvvəsi 4 dəfə... Ağstafa məktəbi, buyurun. Cavab. Cavabınız uşaqlar. Cavabınız yoxdur, qəbul edə bilmərəm. Və digər məktəblər, Samux və Daşyasənd məktəbləri düyməciyi basmadıqları üçün mən sualı tam səsləndirirəm. İki nöqtəvi yük arasındakı məsafəni 20 sm azaltdıqda Kulon qüvvəsi 4 dəfə artıb. Başlanğıc anda yüklər arasındakı məsafə nə qədər olub? Samux məktəbi düyməciyi bastı. Cavabınız. Buyurun. Biz 5 cavabını tapdıq. 5. 5 nə? Nə bilim bu? Nə? Nə qədər Aydın. olur? 5 metr. 5 metr. İndi görək Daşyasənd məktəbi nə cavab verəcək? Siz də hər halda dəqiqləşdirin. Amma hər halda mən sizin 5 cavabınızı qəbul edirəm. Gözlə Daşyasənd məktəbini hesablayır. Maraqlıdır. Bizim cavabınız var? Bəli. Fikrimizcə 1/15 metr. 1/15 metr. Ağstafa məktəbi hesabladınız deyəsən. Cavabınız 40 sm. Bəs bayaqları niyə demədiniz onu? 40 sm cavab tamamilə doğrudur. Hər halda Ağstafa məktəbi doğru cavab verdi, amma təəssüf ki, aktivinə bir əlavə edə bilmir. Çünki onlar
düyməciyi basmışlar və cavablarını da vermişdilər. Səhv cavab vermişlər. Və kimya fənninə keçirəm. Diqqətli olun, kimyadan olan sual. Reaksiyada iştirak edən fazaların sayına görə neçə növ kimyəvi reaksiyalar var? Samux məktəbi, buyurun. Cavab. 2 cür kimyəvi reaksiyalar var. Digər məktəblərin cavabı varsa buyursunlar. Daş Həsən. Bizcə 3. 3. Siz. Düyməciyi basmıyorsunuz. Buyurun. 4 cür. 4 cürə. Reaksiyada iştirak edən fazaların sayına görə neçə növ kimyəvi reaksiyalar var? 2. Samux məktəbi aktivinə bir xana əlavə edir. Cavab 2 idi. 3-cü turun sonuncu sualına keçirən bu sual riyaziyyatdır. Sual isə belədir. 25.000 manatlıq bir məhsul 17.500 manata satılırsa, bu məhsulun qiyməti neçə faiz aşağı endirilib? 25.000 manatlıq bir məhsul 17.500 manata satılırsa, bu məhsulun qiyməti neçə faiz aşağı endirilib? Daş Həsən məktəbi başlı düyməciyi, buyurun. 30%. 30%. Digər məktəblər. Samux məktəbi basdı. Buyurun, cavabınız. Bizim fikrimizdə də 30-dur. Sizin fikrinizdə 30. Görək Ağstafa məktəbi. Necə hesablayacaq bunu? 30. 30. 25 manatlıq bir məhsul 17.500 manata satılırsa, bu məhsulun qiyməti 30% aşağı endirilib. Daş Həsən məktəbi aktivinə bir xal əlavə edir məhz 3-cü turun sonuncu sualında. Beləliklə 3 turdan sonra olan nəticələr məlumdur. Sıralamamız belədir. Ağstafa rayon Dağkəsəmən kənd 1 nömrəli orta məktəb 17 xal. Daş Həsən şəhəri 2 nömrəli orta məktəb 21 xal. Samux rayon Çobanavdalı kənd tam orta məktəb isə 17 xal. Beləliklə qalibimiz məlumdur. Bu Daş Həsən şəhəri 2 nömrəli orta məktəbdir. Onlar 4-1 final mərhələsindən yarım finala vəsiqə qazanırlar. Gürültülü alqışlayaq. Əziz abituriyentlər, zirvə kursları sizi atestatla imtahansız Türkiyə, Ukrayna dövlətlərində təhsil almağa dəvət edir. Bütün tələbələr yataqxana ilə təmin olunur. Ən əsası, həmin universitetlərin diplomları Azərbaycanda tanınır. Müraciət üçün 3w.zirvə.edu.az səhifəsində qeydiyyatdan keçə bilərsiniz. Ünvan Tovuz şəhəri şəhər parkının yanı, telefon 022 31 5 38 95. İmarət Təhsil Mərkəzi, məktəbə qədər hazırlıq, ibtidai hazırlıq, məktəblilər üçün ümumi hazırlıq, abituriyent və magistratura hazırlığı. Cəmi 120 saatda sərbəst danışmaq imkanı verən interaktiv ingilis və rus dili, liseylərə hazırlıq, interaktiv riyaziyyat, TOEFL və Flex proqramları, şahmat, kompüter hazırlıqları təklif edir. Ünvan Gəncə şəhəri Həsən Əliyev küçəsi 12, telefon 055 825 18 81 022 256 76 45. Təşkilatı dəstək, zirvə hazırlıq kursları. Təşkilatı dəstək, İmarat Təhsil Mərkəzi. Təşkilatı dəstək, Turan İnkişaf Mərkəzi. Beləliklə bizim 4-1 finalda növbəti iştirakçımız da, sonuncu iştirakçımız da məlum oldu. Onlar artıq yarım finala vəsiqə qazanıblar. Bu Daş Həsən şəhər 2 nömrəli orta məktəbin şagirdləridir. Uşaqlar, nə istər keçirirsiniz? Əslində bura gəlməmişdən əvvəl biz özümüz bilirdik ki, qalib olacaq və bunu əmin idiniz, elə? Bəli, əmin idik özümüzə və ona görə də qalib olduq. Digər iştirakçılar necə idilər? Rəqiblərimiz? Rəqiblərimiz çox güclüydü, ən çox da Ağstafa. Deyirəm. İnşallah gələcəkdə uğurlar qazanırlar. Onu da qeyd edim ki, ikinci illər arasında ən çox xal toplayan 2 komanda da növbəti mərhələyə vəsiqə qazanacaq. Təbii ki, bütün bunlar hesablanandan sonra biz bunu biləcəyik. Növbəti şanslı 2 komanda kimdir? Hər kəsə təşəkkürümü bildirirəm və biz 4-1 final mərhələsini yekunlaşdırdıq. Növbəti buraxılışda artıq yarım final olacaq. Bizi izləməyi unutmayın. Sağ olun, salamat qalın.